Salam, hər vaxtınız xeyir olsun. Gözlərin sağlam qalması üçün ən xeyirli qida haqqında sizə məlumat vermək istəyirəm. Gözlərin sağlam qalması üçün düzgün və balanslı qidalanmanın çox böyük əhəmiyyəti var. Elə qidalar var ki, onları mütəmadi olaraq qəbul etdikdə bir sıra göz xəstəliklərinin inkişafı riskinin qabağını almış olur. Bu siyahıda birinci yerdə omega-3 yağ turşuları və D vitamini gəlir. Kətan toxumu, qoz, badam, tərəvəzlər omega-3 yağ turşuları ilə zəngindir. Bu siyahıya yağlı balıq növlərini də əlavə etmək olar. D vitamini bilmək lazımdır ki, omega-3 yağ turşuları gözün görmə qabiliyyətini yaxşılaşdırır və gözün arxasında torluq işanı və hüceyrə membranını qoruyur. D vitamini də göz üçün çox böyük əhəmiyyətə malikdir. Göz əzələlərini qoruyur, onun çaşılmazlığı nəticəsində göz tez yorulur və gecəyə yaxın görməyə zəifləyir. Bundan başqa süd və yumurta sarısının gözlər üçün böyük əhəmiyyəti vardır. Tərkibində A vitamini, kalsium və sink vardır. A vitamini gözün buynuz qişasını qoruyur, sink isə gecə görmədə mühüm əhəmiyyətə malikdir. Portaxal, qreypfurt və limonun tərkibində olan C vitamini ilə gözdə əzələləri və damarları möhkəmləndirir. Təsadüf deyil ki, C vitamini çaşılmazlığı nəticəsində gözdə tez yorulma və qansızmalar ola bilir. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.